İsraillər nəzərə almışdılar ki, keçmişdəkilər kimin 4 günlük və Cəmal Abdülnasır kimin o 67-ci ildə 6 günlük savaşa girişsinlər. Ancaq indi görünür ki, İsrailin tərəfi belə də deyir ki, əgər bu 15 gündə olsa, yəni bir çətinliyi yoxdur və bəlli də oldu ki, Trumpın da çox tələm-tələsik yetdilər görüşündən çıxıb gəlməsi, oranı boş qoyması baxmayaraq ki, orada saat istədiyi özünü göstərə, Fransanın prezidenti, Trump da onun cavabını verdi, sən özünə reklam axtarırsan, mən heç o niyyətlə qayıtmamışam. O dedi ki, Trump qayıtdı, getdi ki, orada bir atəşkəs söhbəti dedi, xeyr, mən çox əsas məsələ üçün qayıtmışam. Qayıdandan sonra da göründü ki, İtaliyadan və İngiltərədən Amerikanın o yanacaq daşıyan uçaqları ilə belə və deyilir ki, B-2'lər də gəlir, çünki o bombalar ki vardı Forduda. İsrail Fordunu vurub, amma eləyə bilməyib o yeri deşə. Çox dərinlikdədir, düzdür, orada dünənləri bir yer dəbərişi olub, zəlzələ kimi bir şey olub Forduda, əsas oradadır. Nətənzi vurub, Nətənzin laboratuvarları vurubdur. Amma Forduda dərindədir, o dərinin üstündə Amerikanın o ağır bombaları ilə və B-2 daşıyan təyyarələr bunu gətirir. Amerika da görünür ki, bunları verəcək. Amma bir tərəfdən də İsrail deyilir ki, biz hər yanı vırırıq. Özü də o Tehran rejimi nə qədər hayküyü saldı ki, o böyük füzələri, supersonik füzələr varımdı filan. İsraillər Musadın köməyi ilə İran adlanan yerdə o füzələri maşınlar, arabalar üstündən ki atırdılar. O arabaların yerlərini nişanlayıblar. Yolda gedəndə də belə onları vururlar. Onları vururlar, bu füzələr qalır bunların əlində də göründü ki, dünənləri Tehran rejimi 200 ilə başlamışdı. Amma dünənləri 20 dənə bir dəfə, 10 dənə bir dəfə və bir dənə də atdı. 31 dənə cəmi cümlətanı. Netanyahu da o son çıxışında cəmaatla görüşəndə o füzə vurulan yerdə dedi ki, biz bu ağır sancıları da gözə almışıq, bunu yaşayacağıq. Mənim fikrimcə İsraildə bu Yahud milləti və İsrail dövləti və Yahud milləti bunlara amuqdadılar bu şeylərə. Yəni pəs eləməyəcəklər. Necə ki, keçən həftə elə bugünkü gün Netanyahu aşırdı. Knessetdə demək ki, ortodoks Yahudilər istədilər dövlətdən çəkilələr. Dövlət 44 ay İsrail dövlətsiz qalacaqdı, seçilərdi. Tehran rejimi də demək ki, qırmızı don geymişdi. Ay ya Netanyahunu aşırdı. Baxmayaraq ki, Netanyahudan sonra bəlkə Neftali Bennett gəlidi. O Neftali Bennett lap sərt idi. Amma bunlar istəyirdi ki, fürsətdir da qazanmışıq. Netanyahunu biz aşırdıq, İsrail'e qarışdırdıq. Amma Netanyahu da getdi, dedi ki, o Knessetdə dedi ki, istəyirsiniz belə ola, bu işi biz başlamışıq. Bu rəsmində gətirmişik, qoyun bunun axırına görə də keçən dəfədə belə oldu. Oktyabrın 7-sində elə bil ki, göydən bir dənə quyruq düşdü ac canavarın ağzına. Netanyahu saat misal üçün öğlədən sonra gedəcəkdi məhkəməyə. Bəlkə də oradan zindana Olmer kimin o birisiqlər, amma məsələ olmadı. Parlamenda başa saldı, dedilər ki, eyb yox. Və necə Oktyabrın 7-sindən sonra İsrail dövləti bütövləşdi. Elə Ukraynada belə oldu. Gördünüz ki, Ukraynada dövlət oldu, millət, ordu oldu. Təcavüzdən sonra İsraildə də başa saldı və siz görürsünüz ki, dünən İsrail gün hətta ağlaya-ağlaya o qadınlar, Yahudlar, İbrilər açıq-saçına deyirlər, bunu biz fakturasını ödəməliyik yaşamaq üçün. Bilirlər ki, bu ölüm-qalım davasıdır. Pəs etməyəcəklər. Ona görə də görürsünüz, indi Qaza məsələsi kölgədə qaldı. Ondan sonra əsirlər, girovlar kölgədə qaldılar. Təhcə budur ki, bu İran adlanan yerdə məsələdən qutaraq 10 gün bundan qabaq Xameneyinin sonuncu çıxışı. O yerində dedi ki, yox. Demək ki, biz vuracağıq, İsrail dağılmalıdır, dənizə tökülməlidir, hara tökəcəksən, nə edəcəksən? Və bir də bir şey vardı, 2 ay bundan öncəliyində yayırlar. Deyildi, nə danışıq olacaq, nə də savaş olacaq. Danışıq da elədin, savaşa da getdin, indi də ki, özün savaşı deyəsən davam etdirək. Nə ilə? Kimin hesabına? Özün gizlənibsən, o Yahyasın var kimin, Məmməd kimin, o birisilər kimin, Nəsrullah kimin, gedib gizlənibsən orada, yeri də bilirlər. Özün də bilirsən, yeri bilirlər.